Salam, hər vaxtınız xeyir Türkcast TV-nin izləyiciləri. Hazırda mən 2-ci Fəxri Xiyabandayam. Bu günləri biz şəhidimizin Mövlud günüdür. Şəhidimiz İsayev İsmail məqamı uca olsun. O 2023-cü ildə şəhid olub. Şəhid olmasaydı bu gün onu 25 yaşına qeyd eləyəcəkdilər. Allah rəhmət eləsin. Mən çalışacağım onun anasından müsahibə alım. Özünüzü təqdim edin Səbinə ana. İsmail'in anasıyam. Bugün İsmail'in Nə deyə bilərsiniz onun xatirələri ilə bağlı, keçdi günlərindən, onun necə bir insan olub, bu haqda biraz qısa anons da olsa məlumat verərdiniz də zəhmət olmasa. Bir ana kimi onu deyə bilərəm. İsmail mənim üçün çox gözəl evlar, çox gözəl insan, çox gözəl